niye sen dediğin o Kitayski ucuzvari televizorlar o kadar ucuzdu? Neyinki brand televizorlar? Burada birçok faktorlar var. Birinci olarak en bahalı detal onun ekranıdır. Bu dünyada ekranı 4 tane zavod istehsal ediyor. Samsung, LG, Sharp, Boya, Innolux. Bir tane de zavod çıxıb CDC zavodu, o başka çox keyfiyyətsiz mal istehsal ediyor. Zavodda çıxan ehtiyat hissələri, yəni ekranlar, bölünür sortlara. Əla sort, birinci sort, ikinci sort. Yəni grade A, B, C. Bundan əlavə sonra refurbished olur. Yəni ekranlarda hər hansı bir defekt olursa, onlar zavodda təmir olunur. Və bu ekranlar yəni satılır markete, bu ehtiyat hissəsi kimi. Bu istehsalçılar da ucuzlu ekranları alır, adi bir dəmir sacın üstünə lampanı şuruplayır, bir dənə kağız qoyur üstünə, ekranı qoyur və belə bir çox aşağı sürətli bir plata qoyur. İstənilən loqonu da yazır, güya ki bu brenddir və satır. Yığılan televizoru özü demək olar ki, hamısı çox keyfiyyətsiz detallarlandır. Ona görə də bir neçə ildən sonra televizorun ekrandan kofur cırılır, xarab olur, xət verir, horizontal, vertikal xətlər verir. Platalar yeni protokolları görmür, update'lər getmir. Yəni problemlər həddən artıq çoxdur. Səbəb bizim alverçilərdir. Gedirlər, alırlar ən ucuzlu malı, yüksək marja ilə satırlar. Aldanmayız belə şeylərə.